Salam hörmətli izləyicilərimiz və müəlliflərimiz. Bugün sizi yenicə çapdan gəlmiş Rıza Quliyev Pərvizin Gecə Ovçusu kitabı ilə tanış etmək istəyirəm. Kitabımız dedektiv janrdadır və gənc müəllifimizin ilk kitabıdır. Kitabımız 2-ci Dünya Müharibəsi illərindən sonra baş verən silsilə qətllərdən bəhs edir. İki əsas qəhrəmanımız var, Arov və komandiri Darko. Bu iki qəhrəmanımız Edvin adlı mafiya başçısının etdiyi qanunsuz əməlləri polisə sübut etməyə çalışır və hadisələr cərəyan edərkən eyni zamanda həyatda qalmaq üçün mübarizə aparırlar. Qeyd edim ki, müəllifimizin qələmi çox sadədir və axıcıdır, yəni bir günə bitirə biləcəyiniz bir kitabdır. Yeni başlayanlar üçün də tövsiyə edə bilərəm ki, oxumaqları onlar üçün də gözəl bir təcrübə olacaqdır. Kitabı əldə etmək üçün bizim inboxumuza və yaxud da WhatsApp nömrəmizə yazıb əldə edə bilərsiniz.